və bunu bilmir. Lövhədəki fiqur dəyişir və bu dəfə məsəl üçün alma göstərilir. Tələbələrdən nə gördükləri soruşulduqda bu dırnaq içi tələbələr almaya diqqətlə baxır və armud deyir. Növbə sonuncu tələbəyə çatanda, hansı ki agent deyil, əsl tələbədir, o da cavab verir ki armud. Halbuki açıq aydın alma təsvir edilib. Amma çoxluğun armud deməsi həmin tələbədə şübhə yaradır və nəticədə öz gözləri ilə gördüyü həqiqəti yox, çoxluğun dediyi yalanı seçir. Lakin maraqlısı odur ki, təcrübəni bir qədər dəyişəndə və 19 agentdən heç olmasa biri deyəndə ki, lövhədəki armud deyil, almadır, həmin o əsl tələbə də deyir ki, bu armud deyil, almadır. Bu hal göstərir ki, təkcə bir insanın həqiqəti deməsi belə yalanın təsirini yox eləyir. Sanki bircə nəfərin həqiqəti deməsi tələbəni bu kütlənin tilsimindən oyadır. Və CIA nəticəyə gəlir ki, yalanı nə qədər çox qışqırsaq belə həqiqət qalib gəlir və yeganə yol onu qadağan eləməkdir. Və nə qədər ki həqiqəti deyən olmayacaq, agentlərimizin təsiri ilə cəmiyyətin fikrini formalaşdıracağıq. Hər bir fərd çoxluğa tabe olacaq. Çoxluğa tabe olmaq insan cəmiyyəti üçün bir istisna deyil, bu bir qaydadır. Heç kəs çoxluqdan seçilmək istəmir. Bəs nə üçün bu belədir? İnsanın sağ qalması üçün cəmiyyətə ehtiyacı var və onu cəmiyyətdən ayıran istənilən yeniliyə qarşı, fərqli fikrə qarşı silahlanır. Sanki şuuraltısı deyir ki, seçilmə, hamı kimi ol, dəstədən ayrılma. İnsan bütün mövzularda cəmiyyət ilə ziddiyyətdən, mübahisədən qaçır.